2020-ci il qəbul imtahanı 2-ci qrup A variantı riyaziyyat suallarına baxırıq. Birinci sual x kvadrat plus 2x minus 1 bərabərdir 0 tənliyinin kökləri x1, x2 olarsa şərt də verib x1 kiçikdir 0-dan. İfadəsinin qiymətini hesablayın. Teoremi tətbiq edək. x1 plus x2 bərabərdir mənfi 2, x1 vurulsun x2 bərabərdir mənfi 1. Kökdə 2 x2'nin kvadratı plus kökdə x1 minus x2'nin kvadratı çıxılsın 4 kök x1'in kvadratı. 2 qalır olduğu kimi kvadratla kök xısar gedir, qalır x1 sıfırdan kiçikdir, ancaq bu x2'də şərt verilməyib, x2'nin özü çıxır. Plus kvadratla kök gedir, bunlar modulda çıxır. x1 minus x2 çıxılsın 4 durur, x2 kvadratla gedir, qalır burada x1. Modulda çıxartıq hamısını bərabərdir. İndi şərtlərə baxaq. x2 müsbətdir, deməli olduğu kimi çıxır. Plus x1 minus x2, x1 mənfidir, sıfırdan kiçikdir. Artıq bunu sıfırdan kiçik olduğu üçün bunu moduldan azad eləyəndə x2 minus x1 kimi yazırıq. Çıxılsın x1 sıfırdan kiçikdir deyə qarşıya mənfi çıxardırıq. 4 vurulsun mənfi x1 bərabərdir 2x2 plus x2 çıxılsın x1 plus 4x1 bərabərdir. Verir bizə 3x2 plus 3x1 bərabərdir. 3'ü ortaq çıxartsaq x1 plus x2 qalar. Bərabərdir. Köklər cəmini mənfi 2 vermişik. Bərabərdir. 3 vurulsun mənfi 2 verir bizə mənfi 6. Düzgün cavabımız A variantı. İkinci sual. Limit x yaxınlaşır mənfi 3'ə. X plus 3'də 1 çıxılsın 9 minus x kvadratında 6. Ortaq məxrəcə gətirsək. Birinci ifadəni 9 minus x kvadratı. 9 minus x kvadratı 3 minus x, 3 plus x'dir. 3 plus x'imiz olduğuna görə birinci ifadəni 3 minus x'ə vuracağım. Deməli olur belə 3 minus x minus 6. Limit x yaxınlaşır. X yaxınlaşır mənfi 3'ə. Mənfi 3 yazsaq məxrəc qeyri-müəyyənliyə gətirir. Ona görə də 9 minus x kvadratın olduğu kimi yazıram. Bu da verir bizə mənfi x minus 3. Limiti də yazma unuttum. X yaxınlaşır mənfi 3'ə. Sürət və məxrəcin ayrıca törəməsini tapırıq. Mənfi x-in törəməsi mənfi 1, mənfi 3'ün törəməsi 0, 9'un törəməsi 0, mənfi x kvadratında törəməsi mənfi 2x verəcəkdir. X-in də yerinə mənfi 3 qoysam, 2 vurulsun, mənfi 3, sürətdə də mənfi 1, bərabərdir, mənfi 6'da 1. Düzgün cavabımız mənfi 6'da 1 D variantı. Üçüncü sualımız x plus 2y bərabərdir 3. 3x plus ay bərabərdir 3. Tənliklər sisteminin həlli yoxdur. A parametrin hansı qiymətində? Baxıram ki, hər iki tənlik xətti, 2 dəyişənli xətti tənliklər sistemidir. 2 dəyişənli xətti tənliklər sisteminin həlli olmaması üçün x1'in x2'yə nisbəti bərabər olmalıdır. A1'in A2'yə nisbəti bərabər olmalıdır. B1'in B2'yə nisbəti fərqli olmalıdır C1'in C2'yə nisbətindən. Deməli, x-in qarşısında A1'imiz 1'dir. 1'in 3'ə nisbəti bərabərdir. 2'nin A-ya nisbəti fərqlidir 3'ün 3'ə nisbətindən. Birinci, bax bu iki ifadənin bərabərliyini götürsək, A bərabərdir 6 olarsa. A 6 olarsa, tənliklər sisteminin həlli yoxdur. Düzgün cavabımız A variantı.
Dördüncü sual. Silindirləri oxşar olarsa F1 silindrin yan səthinin sahəsini tapın. Deməli, birinci R1 bərabərdir 2-yə, R2 bərabərdir 3-ə, sahəsi, ikincinin sahəsi verilib. Biz bilirik ki, sahələr nisbəti, S1-in S2-yə nisbəti, radiuslar nisbətinin kvadratına bərabərdir. İndi S1-imiz yoxdur, S2-miz 54 pi'dir, bərabərdir radiusların nisbətinin kvadratına. S1 bölünsün 54 pi bərabərdir 4 bölünsün 9. İxtisarlarımıza aparsaq verir bizə 6 pi. S1 də buradan bərabərdir 6 dəfə 4 24 pi. Düzgün cavabımız Y variantı. Bəli, gəl götür. 5-ci sual. Z1 bərabərdir -2, Z2 bərabərdir 2. Z1, Z2 hasilinin argumentini istəyir. Z1'i Z2'yə vursaq, -2'ni 2'yə vursaq, -4'ü verir. Biz bilirik ki, bu sırf xəyali ədəddir. Z bərabərdir A plus B'yi. Əgər sırf xəyali ədəddirsə, yəni -4'ü, bax, Y oxunda aşağı hissədə olacaqdır, -4'ü. Argument Z, yəni bucaq bərabər olacaqdır 270 dərəcə. Argument Z 270 dərəcə. Düzgün cavabımız Y variantı. 6-cı sual. Çevrə xaricini çəkilmiş dördbucaqlının iki qarşı tərəflərinin cəmi 55. Çevrənin xaricinə çəkilmiş dördbucaqlıdır. Belə bir dördbucaqlıdır. İki qarşı tərəflərin cəmi, yəni A ilə B-nin cəmi verib bizə 55. A plus B bərabərdir 55. Qalan iki tərəf 2-nin 3'ə nisbətinədir. Bura 2K'dır, bura 3K'dır. Bu tərəfləri tapın. Biz bilirik ki, çevrə daxilinə çəkilmiş, çevrənin xaricinə çəkilmiş dördbucaqlının xassəsi vardır. Qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. Yəni 2K plus 3K bərabər olacaqdır 55'ə. 5K bərabərdir 55, K bərabərdir 11. 2'ni 11'ə vuranda 22, 3'ü 11'ə vuranda 33. Deməli 22, 33 düzgün cavabımız A variantı. 7-ci sual. Tənasübün kənar hədlərinin cəmi. Tənasübü yazaq. A-nın B-yə nisbəti bərabərdir C-nin D-yə nisbətinə. Kənar hədlərinin cəmi 13. A və D-nin cəmi verir bizə 13. Orta hədlərinin hasili 7 olarsa, B ilə C-nin hasili B vurulsun C bərabərdir 7 olarsa, bu tənasübün kənar hədlərinin kvadratları cəmini istəyir. A kvadratı plus D kvadratını bizdən istəyir. Bərabərdir. Biz tənasübün əsas xassəsini bilirik də. Kənar hədlər hasili orta hədlər hasilinə bərabərdir. B vurulsun C 7'dirsə, A vurulsun D də bərabərdir 7 olacaqdır. Deməli, birinci ifadədən, bax bu aldığımız ifadəni sağlı sollu kvadrata yüksəldik. Olur A kvadratı plus D-nin kvadratı plus 2AD bərabərdir 169'a. AD hasili 7 verdiyindən A kvadratı plus D kvadratı plus 2 vur 7 bərabərdir 169'a. A kvadratı plus D kvadratı bərabərdir 14, 169'dan da 14 çıxanda verir bizə 155. Düzgün cavabımız C variantı. 8-ci sual. Çevrə verilib AC gövsünün dərəcə ölçüsü 76 dərəcə olarsa, AC-nin dərəcə ölçüsü 76'dır. VAC bucağını tapın. Biz bilirik ki, çevrədə diametr onu 2 hissəyə ayırır və bucaqları verir bizə 180 dərəcə. Bax bu. AOB bucağı 180. 180'dan 76 çıxdıqda verir bizə 104 dərəcə. Deməli, BC qövsü 104 dərəcədir. BAC bucağı da bu 104'ə söykənən daxilə çəkilmiş bucaqdır. Bucaq BAC bərabərdir 104 bölünsün 2 verir bizə 52 dərəcə. Düzgün cavabımız A variantı. 9-cu sual. X bucağının dərəcə ölçüsünü
istəyir bizdən. Biz bilirik ki, bax bu üçünün cəmi 260 dərəcəyə bərabərdir. 160 plus 60 plus x bərabərdir 360. X bərabərdir 140 dərəcə. Düzgün cavabımız B variantı. 10-cu sual. Y bərabərdir loqaritma x minus 3. 7x minus x kvadratı funksiyasının təyin oblasına daxil olan tam ədədlərin hasilini tapın. Funksiyanın təyin oblasını tapmaq üçün ilk öncə dəyişənin mümkün qiymətlər çoxluğuna baxaq. Deməli, loqaritmin əsası, yəni x minus 3 1-dən böyük olmalıdır. X minus 3 0 ilə 1-in arasında ola bilər. Bir də loqaritma altı ifadə, bax bu, 7x minus x kvadratı böyük olmalıdır 0-dan. Bu 3 bərabərsizliyin həllər çoxluğunun kesişməsini götürəcək. Deməli, birincidə olur x böyükdür 4. İkincidə x sağa sola 3'ü keçirtsək 3'dən böyük 4'dən kiçik olmalıdır. Üçüncü bərabərsizliyi də x ortaq çıxartsaq 7 minus x böyük olmalıdır 0-dan. Deməli, intervallarımızı quraq. X bir kökümüz 0. Bir sıfırımız 7. Bir sıfırımız 4. Bir sıfırımız da 3. Deməli 3 burada, 4 burada. Birinci bərabərsizliğimiz, bu üçüncü bərabərsizliyimizin həlli 0-7 aralığı olacaqdır. Birinci bərabərsizliyimizin həlli 4'dən böyük olacaqdır. İkinci bərabərsizliyimizin həlli də 3 ilə 4'ün arasında olmalıdır. Deməli, bu üçünün də kəsişməsi haranı verir? 3-4 aralığı birləşir 4-7 aralığı. 3-4 aralığında tam ədəd yoxdur. 4-7 aralığında 2 tam ədəd var. 5 və 6. Bunların da hasili 5 dəfə 6 bərabərdir 30. Düzgün cavabımız B variantı. 12-ci sual. 3-cü dərəcədən 0,5 üstü 2x plus 8 böyükdür 4 üstü mənfi x-dən. Bərabərsizliyin ən kiçik tam həllini istəyir bizdən. 3-cü dərəcədən 0,5 üstü 2 üstü mənfi 1'dir. O da mənfini vuranda 2 üstü x minus 8. Böyük olmalıdır 4 üstü mənfi x-dən. 4'ü də 2 üstü 2'nin qüvvəti kimi göstərsək, verir bizə 2 üstü 2, 2 üstü mənfi 2x. Demək, bunu da 2 üstü 2x minus 8 üstü 3'də 1 kimi yazaq. Böyük olmalıdır 2 üstü mənfi 2x-dən. İfadəni sadələşdirsək, deməli, olur belə 3'də 2x minus 8. Böyükdür 2 üstü mənfi 2x-dən. Əsaslar eynidir, qüvvətləri bərabərsizlik kimi yazsaq. 3 üstü 2x minus 8 böyük olmalıdır mənfi 2x-dən. Keçirsək sol tərəfə. Hər tərəfi 3'ə vursaq, verir bizə 6x minus 24 plus 3'ə vurduq, verir bizə 6x böyükdür 0'dan. 12x çıxılsın 24 böyükdür 0'dan, x də böyükdür 2'dən. Ən kiçik tam həllini tapın. X 2'dən böyükdür. Ən kiçik tam həlli verəcəkdir bizə 3. Düzgün cavabımız D variantı. 13-cü sual. Oturacaqların tərəfi 6-3 olan, hündürlüyü 6 olan düzgün 4 bucaqlı kəsik piramidanın həcmini tapın. Düzgün 4 bucaqlı kəsik piramida. Kəsik piramida. Düzgün oturacaqların tərəfi 3'dür, birinki də 6'dır. Hündürlüyü isə 6'dır. Hündürlük də 6'ya bərabərdir. Kəsik piramidanın həcmi və kəsik piramida bərabərdir 3'də 1. S1 plus kökdə S1, S2 plus S2. V bərabərdir 3'də 1, haşımız 6.
S1. S1 verəcəkdir bizə 9 plus S1 vurulsun S2 9 vur 36 plus 36 bərabərdir. 3'də 1 vurulsun 6 vurulsun 9 36 45 45'in üstünə də 18 gəlsək bərabərdir. 3'də 1 vur 6 vurulsun 63 bərabərdir. 3'ün 6 ixtisar getdi. 2 2'ni də vuranda 126. Düzgün cavabımız B variantı. 14. sual. Kök 13 minus A bərabərdir 7 minus kök 6 plus A ilə. Keçirsək sol tərəfə verir bizə kök 13 minus A plus kök 6 plus A bərabərdir 7'ye. Sağlı sollu kvadrata yüksəlsəm. Birincinin kvadratı 13 minus A plus ikincinin kvadratı 6 plus A plus birincinin ikinciyə vurmasının 2 misli 13 minus A 6 plus A bərabərdir 49'a. A'lar islah getdi. Qalır belə 2 kök 13 minus A 6 plus A bərabərdir. Bunu da 13 ilə 6 19 sağa keçirdəndə verir bizə mənfi 19 49'dan da 19 çıxanda verir bizə 30. Onda bu ifadənin qiyməti kök 13 minus A 6 plus A bərabərdir 15'ə. Düzgün cavabımız 15 B variantı. 15. sual düzbucaqlı verilib. Düzbucaqlının diagonalı verilib. Diagonala çəkilmiş hündürlüklər verilib. Biz bilirik ki, düzbucaqlının diagonala çəkilmiş hündürlüklər bərabərdir. Bir də Y verilib bizə kök 117. Y verib bizə 9. Düzbucaqlı üçbucağın xassəsinə əsasən H bərabərdir kök 117'nin kvadratı çıxılsın 9'un kvadratı verəcəkdir bizə 6. Hündürlüyümüz olacaqdır 6. H hər ikisində eynidir. Mən buradan ikinci bir diagonalı çəksəm, biz bilirik ki, diagonallar kəsişir, kəsişmə nöqtəsində yarıya bölür. Burada da 9 yarıya bölünəcəkdir. Olacaqdır 4 onda 5. Buradan x'i tapsaq, x bərabərdir 6'nın kvadratı plus 4 onda 5'in kvadratı. 36 plus 20 tam %25 bərabərdir 56 tam %25. Buradan da çıxır 7 tam onda 5. Deməli, bura 7 tam onda 5'ə bərabərdir. Düzbucaqlının diagonalları kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. Deməli, diagonal bərabər olacaqdır. 7 tam onda 5 vurulsun 2'yə, o da verir bizə 15. Düzbucaqlının sahə düsturu diagonal almışıq 15. Diagonala çəkilmiş hündürlüyü də almışıq 6. S bərabərdir diagonal vurulsun diagonala çəkilmiş hündürlük. O da bərabərdir 90'a. Düzgün cavabımız B variantı. 16. sual. Fx bərabərdir mənfi x plus 5 plus 3 ln x plus 2 funksiyasının qrafikinə toxunan düz xətt absis oxuna paraleldir. Absis oxuna paraleldirsə, bucaq əmsalımız 0'a bərabərdir. Toxunma nöqtəsinin absisini soruşur. Toxunma nöqtəsinin absisi f teorema x bərabərdir k-yə, o da bərabərdir tangens alfaya. Biz bax bu ikilini götürəcəyik. Birinci funksiyanın törəməsini hesablayaq. Bərabərdir. Birinci funksiyanın törəməsi verir bizə mənfi 1 plus 3 vurulsun. Ln x'in törəməsi modulda x plus 2'də 1. İç modulda yazışdıraq. X plus 2'də 1. Bir də 2'nin də törəməsi 1 verir deyə saxlayırıq. Deməli, bu 0'a bərabər olmalıdır. Sadələşdirsək, mənfi 1'ə sağa keçirsək, demək olur belə. X bölünsün, 3 bölünsün x plus 2 bərabərdir 1'ə. X plus 2 bərabərdir 3'ə, x də bərabərdir 1'ə. Deməli, toxunma nöqtəsinin absisi, yəni x0 bərabərdir 1'ə. Düzgün cavabımız Y variantı.
17-ci sual. Parçasının uzunluğunu soruşur. Adi parçasının uzunluğunu istəyir bizdən. Düz bucaqlı bucaqdır. 6 buradır. Toplam 3 kök 3 də buradır. Deməli, avtomatik AC-miz bərabərdir 3-ə. AC 3-dürsə, AD nəyə bərabərdir? 3-ün kvadratı plus kök 3-ün kvadratı. Verir bizə kök 12. Oradan da çıxar 2 kök 3. Düzgün cavabımız C variantı. Temperatur göstəricisi verilmişdir. Həmin günlər üçün rayonun orta temperaturu. Temperaturları toplasaq verir bizə 175, onu da 7-yə bölsək verir bizə 25. Düzgün cavabımız D variantı. 19-cu sual. Alfa bərabərdir mənfi pi bölü 3. Kosinus alfa vurulsun tangens alfa ifadəsinin qiymətini tapın. Kosinus alfa vurulsun tangens alfanı sinus alfa bölünsün kosinus alfa kimi yazsaq. Kosinus alfalar sarı gedir, qalır sinus alfa. Sinus alfanın da yerinə mənfi pi bölü 3 yazsaq, sinus mənfini qarşıya ötürür. Mənfi sinus pi bölü 3 bərabərdir mənfi sinus 60 dərəcədə alır, kök 3 bölünsün 2. Mənfi kök 3 bölünsün 2 C variantı. 20-ci sual. Permutasiya 10-dan 3'e hesablayın. 10 faktorial, 10 minus 3 faktorial bərabərdir. 7 faktorial, 10 faktorial, 10 faktorial, 7 faktorial kimi ifadə etsək, 8, 9, 10, 7 faktorial, 7 faktoriallarımız getdi, qaldı 720. Düzgün cavabımız C variantı. 21-ci sual. 21-ci sual. 4x plus 3y bərabərdir 7. Düz xəttin bucaq əmsalını tapın. Biz bilirik ki, xəttə funksiyamız kx plus b. Burada k düz xəttin bucaq əmsalıdır. 3y bərabərdir mənfi 4x plus 7. Y bərabərdir mənfi 3-də 4x plus 3-də 7. Bucaq əmsalımız k bərabərdir mənfi 3-də 4-ə bərabərdir. Düzgün cavabımız Y variantı. 22-ci sual. Modulda 4 minus x kökdə x kvadratı minus 8x plus 16 plus x minus 3'ün kvadratı kiçik bərabərdir 5. Bərabərsizliyini həll edin. İlk öncə bax bu kökün daxilindəki ifadənin tam kvadratı ayıraq. Göstərək, yəni x minus 4'ün kvadratıdır. Modulda 4 minus x. Kvadratdan kök getsə, buradan moduldan x minus 4 çıxır. Bunlar da bərabər ifadələrdir. İxtisarımıza aparsaq qalır 1. 1 plus x minus 3'ün kvadratı, yəni bax bu ifadənin yerinə 1 yazdım. Kiçik bərabərdir 5. X minus 3'ün kvadratı kiçik bərabərdir 4. X minus 3'ün kvadratı çıxılsın 4, kiçik bərabərdir 0. Kvadratlar fərqi kimi vuruqlara ayırsaq, x minus 3 çıxılsın 2, bir də x minus 3 plus 2, kiçik bərabərdir 0. X minus 5, x minus 1, kiçik bərabərdir 0. X birimiz 5, x ikimiz də 1'ə bərabərdir. Deməli, 1, 5 intervallara ayırsaq, 5'dən böyük qiymət qoyasaq, verəcəkdir bizə müsbət. 1 ilə 5 arasında qiymət yazsaq mənfi, 1'dən kiçik qiymət yazsaq müsbət. Bizdən kiçik aralıq istəyir. Bu da verir bizə qapalı mötərizə 1-5 aralığı. Bərabərsizliyi həll edin. 1-5 aralığı düzgün cavabımız Y variantı. 23-cü sual. X kvadratı minus 4x plus 1 bərabərdir 0. X plus x kvadratı plus 1 bölü x plus 1 bölü x kvadratı ifadəsinin qiymətini tapın. Bunları sadələşdirsək, qruplaşdırsaq, 1 bölünsün x plus x kvadratı plus 1 bölü x kvadratı şəklini salsaq bərabərdir. Birinci ifadəmizə hər tərəfi x-ə bölək. Verir x minus 4 plus 1 bölü x bərabərdir 0. Sağa keçirsək,
x plus x'də 1 bərabərdir 4-ə. X plus x'də 1-in yerinə 4 yazaq. Bu ifadəni də almaq üçün birinci ifadəni sağlı sollu kvadrat ayıraq. X kvadrata yüksəldək. X plus 1'in kvadratı bərabərdir 4'ün kvadratı. X kvadratı plus x kvadratında 1 plus birincinin ikinciyə vurma hasilinin 2 misli bərabərdir 16. X kvadratı plus x kvadratında 1 bu verir 2. 2'ni de sağa keçirsək 14. 4 plus 14 bu da verir bize 18. Düzgün cevabımız 18. 24. sual. A düz xətti ilə ABCD kvadratı müxtəlif müstəvilər üzərində yerləşir. A düz xətti ilə AC düz xətti arasındakı bucağı soruşur. Biz bilirik ki, kvadratın diagonalı həm də onun bucağının tən bölənidir. Hər hissəyə düşür 45 dərəcə. A düz xətti ilə AC düz xətti çarpaz düz xətlərdir. Bu düz xətlərin eyni müstəviyə köçürüb kəsişdirsək, onlar arasındakı bucaq 45 dərəcəyə bərabər olacaqdır. Düzgün cavabımız 45 dərəcə. 25. sual. Fx funksiyası tək funksiyadır və əsas dövrü 9'a bərabərdir. 2f14 çıxılsın f18 bölünsün f-5 bərabərdir. Funksiyamız tək funksiyadır. Mənfini qarşı ötürür. Mənfi f5. f14'ü biz belə yaza bilərik. 14'ü 9'a böləndə bir dəfə qalıq olur 5. Deməli f14 bərabərdir f5'ə. f14'ün yerinə yazıram f5. f18'ə baxaq. f18 dövrümüz 9 olduğuna görə 18'i 9'a böləndə 2 dəfə qalıq 0 olur. Yəni bu funksiya f0'a bərabərdir. f0'mızda funksiya tək olduğundan f0'mızda 0'a bərabərdir. Çıxılsın 0. Plus sağda da ədədimiz var 8 bərabərdir. İxtisarımızı aparsaq verir -2 plus 8 bərabərdir 6. Düzgün cavabımız 6. BAC bərabərdir BCD. AD də verib bizə 9. AD 9 olarsa BD 16. BD 16 olarsa BC'ni tapın. Burada iki formada üç bucaq var. Biri böyük üç bucaqdır. Deməli A, B, C. Deməli AB tərəfi verir bizə 25. Bir də bax bu birisi üç bucaq. Bunu da yazsaq. Deməli bu bucaq bu bucağa bərabər olsun C. B bucağı hər birində ortaqdır. Bir də D. Deməli B bucağı hər ikisində ortaqdır. 2 xət yazaq. BD verir bizə 16. Məndən BC-ni istəyir. X istəyir. Nisbətləri quraq. B tərəfidir, C tərəfidir. Nisbətləri quraq. 25'in BC-də x yazaq da. 25'in x-ə nisbəti bərabərdir x-in 16'ya nisbəti. Çarpaz vursaq x kvadrat bərabərdir 25 vur 16. X bərabərdir 25 vur 16 kökdə 5, 4 verir bizə 20. BC 20'ye bərabərdir. Düzgün cevabımız 20. 27. sual. Ardıcıllıq üçün uyğunluğu müəyyən edin. AN bərabərdir 6N plus 5 bölünsün 2. Deməli, AN'in yerinə 1 yazsaq, 6 vur 1 plus 5, 11 bölü 2 verir bizə 5,5. A2'ni hesablayaq. 12 plus 5, 17 2'ye böldük. Verdi bize 8,5. A3'ü hesablayaq. 3 yazsaq 18 üstə gələk 5, 23. 23'ü də 2'ye böldük. Verdi bize
11,5. Sislə fərqimiz bu ədədi sislədir. Sislə fərqimiz 3-ə bərabərdir və ədədi sislədir. Deməli, 1-ə uyğun oldu. B, bir də S. 2-yə baxaq. İkinci sual. AN bərabərdir 2 vurulsun 3 üstü N. N'in yerinə 1 yazsaq, A1 bərabərdir 2 vur 3 bərabərdir 6. A2 bərabərdir 2 vurulsun 3'ün kvadratı verir bizə 18. A3 bərabərdir 2 vurulsun 3'ün kubu verir bizə 54. Bu həndəsi sislədir. Sislə vuruğu Q bərabərdir 3'ə. Y variantı uyğundur. Bir də həndəs sislədir. D, Y uyğundur. Üçüncüyə baxsaq. Üçüncüyə də A uyğundur. Nə ədədi, nə də həndəs sislədir. Demək, 1-ə B-si, 2-ə 28-ci sual. Kiçik çevrənin uzunluğu verilib 2 pi r bərabərdir 12 pi. R bərabərdir 6. Kiçik radiusumuz 6'dır. Böyük radius tələb olunur. Böyük radiusu tapmalıyıq ki, çevrənin uzunluğunu hesablaya bilək. Burada belə bir düzbucaqlı trapesiya əmələ gəlir. Düzbucaqlı trapesiyada hündürlüyü çəksək, bura 30 dərəcə veribdir. 30 dərəcəli bucaq qarşısında iqadə hipotenuzun yarısına bərabərdir. Kiçik oturacaq verilib bizə 6. Demək ki, burada 6'dır. Onda böyük radius R bərabərdir. Deyək, R2 bu R1 olsun, R2 bərabərdir 11'ə. Çevrənin uzunluğu 2 pi R. O da bərabərdir 2 vur 11 pi. Bərabərdir 22 pi. Düzgün cavabımız 22 pi. Cızdığı ən böyük çevre arasında əmələ gələn fiqurun səthinin sahəsini hesablayın. Biz böyük kiçik yeri 6 tapmışıq. R2'ni də tapmışıq 11. Fiqurun səthinin sahəsini istəyir. Kesik konusun səthinin sahəsini hesablayacaq. Kesik konusun səthinin sahəsi pi böyük RL plus pi kiçik RL-ə bərabərdir. S yan. S yan bərabərdir. Pi L ortaq çıxardaq. R plus R bərabərdir. Pi L'imiz 10'a bərabərdir. Radiuslar cəmi də 6 plus 11 bərabərdir. 17 vur 10 pi verir bizə 170 pi. Düzgün cavabımız 170 pi. 30-cu sual. Karuseldə hər rəngdə oturacaqdan 5 ədəddir. Deməli, oturacaqlarımız var. Sarı rəngdə oturacaq, qırmızı rəngdə oturacaq, yaşıl rəngdə oturacaq, bir də göy rəngdə oturacağımız var. Hərisindən də 5 saydadır. İki uşaq karuselə yaxınlaşır. Birinci uşaq üçün seçim şansı 20 karuseldən yaşılda olması ehtimalı 5'dir. 5 seçimi var. İkinci gələn uşağın isə artıq o uşaq bir oturacaqda, deyək ki, bu oturacaqda yerləşibdir. Seçim var, digər uşaq üçün 19 seçim var. Bunlardan biri, tutalım ki, 5 yaşılın biri gedibdir, qalıb 4. 4 seçim var. 19'da 4 ixtisarlarımızı aparsaq, 4 ixtisar vardıq 5, 5'dən 5 getdi, qaldı 19'da 1. Düzgün cavabımız 19'da 1'ə bərabərdir ehtimal. Bu qədər.